Azərbaycan tarixinin son 10 illikləri təkcə torpaqlarımız uğrunda mübarizə deyil, həm də milli ruhun sınağı illəri idi. Bir vaxtlar doğma yurtlarından qovulan, çadır şəhərciklərində yaşamağa məcbur edilən minlərlə Azərbaycanlı ailə illərlə bir ümidlə yaşayıb. Ədalət bərqərar olacaq, Qarabağ azad ediləcək. Bu ümidin kökündə isə xalqın milli yaddaşı dayanıb. Tarix bizə dəfələrlə sübut edib ki, yaddaşını itirən xalqlar zəfər qazanmır. Azərbaycan xalqı üçünsə illər sadəcə yaşdan aparıb, yaddaşdan yox. Çadırda doğulan hər uşaq, torpağından didərgin düşən hər ana, hər şəhid atası bu yaddaşı gələcək nəsillərə miras qoyub. Məhz bu yaddaş və bu ruh sayəsində gənc nəsil vətən sevgisi ilə böyüyüb. 30 il əzab əziyyət içində yaşanmaq. Çadırda, istidə, soyuqda, vaqonun altında, yataqxanada, uşaq bağçasında. Amma inamını itirməmək, iradəsini itirməmək, belə oğullar yetişdirmək ki, onlar gəliblər, onlar Bakıda yaşayıblar, Bərdədə yaşayıblar, Sumqayıtda yaşayıblar. Görməyiblər bu bölgələri, heç vaxt. Amma gəliblər çünki torpaq çəkir. Vətənpərvərlik, sizin kimi analar, müəllimlər, məktəb və ailə bizi saxlayan, bizim dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz və gənc nəsli yetişdirən ailə və məktəb olur. Ölkə başçısının illərdə apardığı məqsədyönlü və ardıcıl siyasət bu ruhu dövlət siyasətinə çevirib. Təhsil proqramlarından tutmuş, media və mədəniyyət siyasətinə qədər hər sahədə gənclərə vətənpərvərlik aşılanıb. 2020-ci ilin Vətən müharibəsi bunun ən bariz sübutuna çevrilib. Hər kəs gördü ki, Qarabağ təkcə yaddaşlarda qalmayıb. O, gənc nəslin qəlbində nisgildən daha artıq bir missiyaya çevrilib. Biz öz milli qürurumuzu bütün səviyyələrdə qorumağa bacarırıq. İstər Sovet dövründə, istər 1988-ci ildən sonraki proseslərdə bunu bir daha nümayiş edir. Eyni zamanda vətənpərvəri hesab edirəm ki, keçmiş məcburi köçkünlərin bugün çox böyük həvəslə öz torpaqlarına qayıtması. Vətənpərvərlik heç zaman Azərbaycan xalqının qanından, fəaliyyətindən silinməyib və silinməyəcək. Biz bunu döyüşlərdə göstərdik, biz bunu dövlətçiliyimizin qorunmasında göstərdik. Ən böyük vətənpərvərsə prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevdir ki, dövlətimizin rəhbəri kimi həm beynəlxalq birlikdə Azərbaycan mənafeyini qoruyan bir insan kimi, eyni zamanda vətəndaşlarımıza bağlılıqda yüksək vətənpərvərlik nümunəsi göstərir. 30 il az zaman deyil, amma ədalət üçün, torpaq üçün, haqq üçün gözləməyə dəyər. Bu illər ərzində gənc nəsil boşuna böyüməyib. Onlar millətinin yarasını öz ürəyində daşıya-daşıya böyüyüb. Bugün Azərbaycan yeni bir səhifə açır. Bu səhifənin müəllifləri isə Qarabağı unutmayan və azad edən gənclərdir. Bu nəsil sübut edib ki, torpaq da, ruh da unudulmur. Çünki biz torpağımıza qayıtdıq, amma təkcə fiziki yox, həm də ruhən. Və o torpaqda bugün artıq qəhrəmanlarımızın izi, xalqımızın qüruru, gəncliyimizin zəfəri var.